Qurbanlıq vaxtı gəlib çatanda sizin xəbəriniz var, nə qədər insanlar öz cibindən gedir, qurban əti alır. İbrahim Peyğəmbərimiz Allahın salamı olsun, İsmaili qurban deyir və Allah Teala onun əvəzində qoç nazil edir. Yəni qoç o işarə olur ki, bizim bugünkü gündə, yəni hamı oxuduğu, dərk elədiyi odur ki, qurban, zəkat, namaz, həcc Allahın əmridir. Yəni biz insanlar, müsəlman insanlar, biz yığışmalıyıq, qurbanı kəsməliyik, yəni ehtiyacı olan insanlara paylamalıyıq. Yəni bir nəfər təşkilatçılıq edir, qabaqda gedir. Digər insanlar isə zəkat verir. Yəni qazancından 5 manat, 10 manat ayırır, onu kasıblar üçün sərf edir ki, kasıbların evində bir tikə olsa ət yesin, qazanları qaynasın. Çox təəssüflər olsun ki, qurbanlıq ayında nə qədər bizim acdarımız var, nə qədər insanlar var ki, bəlkə də onun evində inanın Allaha heç nə yoxdur. Qurban kəsilər, yalnız imkanlı şəxslər bir araya gələr, pul qoyarlar. Hərə yəni büdcəsindən ayırar, zəkat verər. Bir nəfər də təşkilatçılıq eləyər. Həmən o təşkilatçı öndə gedər, digər insanlar da onun arxasınca gedər. Bax, müsəlmançılıq budur. 10 ailə, 20 ailə, 40 ailə və yaxud 100 ailə üçün tutaq ki, qurban kəsilirsə, bunu məsələn yoldaşlar da öz aralarında yığışarlar. 5 manat, 10 manat hamı, yəni yığılar, o qurban alırlar, kəsirlər, ehtiyacı olan insanlara paylaşım olurlar. Bunlar yəni dəftərə yazırlar, ruçka dəftər götürürlər, məsələn yazırlar, qələmə alırlar, qapılar döyürlər, bir paylaşım olurlar. Qurban bax bu cürə paylaşım olurlar. Kasıb yoxsul insanlara, amma halbuki bugünkü gündə bizim kasıb insanlarımız qəssabxananın qabağında növbəyə düzülürlər ki, 200 qram ət alsınlar, ailəsini, balaları yesin. Yəni kimisə evində qazan qaynayanda, onun da evində qazan qaynasın, bir tikə balası yesin. Hər şey dövlətin üzərinə atmaq lazımdır. Bunu biz müsəlmanlar eləməliyik, özümüz eləməliyik. Mən nə qədər ki TikTok platformasında varam, YouTube kanalında varam, həmişə haqqı tələb edəcəm, həmişə də deyəcəm. Yəni mən sırf burada, yəni insanlar var ki, ölkədən kənarda əyləşib ölkəmizə qarşı nəsə artıq sözlər deyil. Mən onlardan deyiləm. Mən ölkəmizin daha da yaxşı inkişaf eləməsinə görə bu videoları paylaşımlar edirəm. Hər şey dövlət başçısı eləməli deyil. Dövlət başçısı lazımi işləri görür. Amma insanlar bir-birinə dolanmaq üçün bir olmalıdır. Əsl müsəlmanlar